Fəsil 13. Mrs. Price Ridley-nin belə dramatik niyyətli olduğuna tam inana bilmirdim. Amma onun polis bölməsinin niyə getdiyinə də çox təəccüblənirdim. Ola bilsin ki, ona bəzi məlumatlar məlum idi və ya o bunun vacib olduğunu düşünürdü. Nə olursa olsun, biz bunu öyrənmək istəyirdik. Biz artıq çatanda Mrs. Price Ridley artıq şöbədə idi. O, özünü itirmiş növbətçi konstabla inanılmaz sürətlə şifahi hücum edirdi. İlk baxışdan deyə bilərdim ki, o hədsiz dərəcədə qəzəbli idi. Papağındakı lent qərəzli halda yellənirdi. Mrs. Price Ridley bildiyim qədərilə qonşu Macbenham şəhərində istehsal olunan ailənin hörmətli anası üçün papaq adlanan baş geyimi geyinirdi. Bu papaq bir qədər sulu ipək lentlərlə çox yüklənmiş olsa da, saç topuzunun üstündə zərif şəkildə tarazlanırdı. Griselda məni qorxutmaq istəyəndə mənə ailənin hörmətli anası üçün papaq alacağı ilə hədələyirdi. Biz içəri girən kimi Mrs. Price Ridley qızğın nitqini kəsdi. Mrs. Price Ridley, polkovnik Merkel papağını qaldıraraq soruşdu. İcazə verin, polkovnik Merketə təqdim edim. Mrs. Price Ridley, mən dedim. Polkovnik Merket bizim qraflığın polis rəisidir. Price Ridley mənə buzlu ifadə ilə baxsa da polkovnikin üzünə təbəssüm kimi xoş bir ifadə göstərə bildi. Biz indicə sizin evinizə getmişdik, Mrs. Price Ridley, polkovnik izah etdi. Amma bizə dedilər ki, siz artıq bizi qabaqlamışsınız. Mrs. Price Ridley tamamilə əridi. Ah, sevinirəm ki, nəhayət bu məsələ diqqətinizi çəkdi, deyə o bildirdi. Quldurluqdur, buna belə deyirlər. Açıq aydın quldurluq. Etiraf edirəm ki, qətl çox acınacaqlı haldır, amma mən buna heç cürə quldurluq kimi baxa bilməzdim. Polkovnik Melchett də gördüyüm qədərilə bu termini çox uyğun görmədi. Siz bizə işə uyğun bir şey deyə bilərsinizmi? Deyə soruşdu. Özünüz bilməlisiniz. Bu polisin işidir. Sizdən soruşuram. Biz nəyə görə vergi ödəyirik? Hər dəfə, istər-istəməz, özündən soruşursan ki, bu ifadəni ildə neçə dəfə eşidirsən? Biz əlimizdən gələni edirik, Mrs. Price Ridley, polis rəisi cavab verdi. Amma mən deyənə qədər sizin növbəti konstablın bu haqda heç bir xəbəri yox idi, qəzəbli xanım qışqırdı. Hamımız növbəti konstabla baxdıq. Xanım ona telefon zəngi olduğunu bildirdi. Zəng edən təhqir edib onu. Başa düşdüyüm qədərilə ifadələr çobud, təhqir edici sözlərdən ibarət olub. Başa düşdüm. Polkovnikin tutqun sifəti işıqlandı. Biz tamam başqa şeylərdən danışırıq. Siz bura şikayət etmək üçün gəlmişsiniz, elə deyilmi? Melchett təcrübəli adam idi. Qəzəbli, orta yaşlı xanımla dil tapmağın yeganə yolu onu dinləmək olduğunu bilirdi. Onun bütün deyəcəklərini söyləyəndən sonra sizin deyəcəkləri eşitmək üçün ən azı kiçik bir şans yaranırdı. Mrs. Price Ridley-nin nitqi yenidən idarə olunmaz sel kimi axmağa başladı. Bu cür quldurluğa necə icazə verə bilərsiniz? Buna son qoyulmalıdır. Xanımın evinə zəng edib onu təhqir etmək, hə? Təhqir etmək? Mən belə təhqirlərə dözməyə öyrəşməmişəm. Müharibədən sonra mənəviyyat o qədər aşağı düşüb ki, hamının əl-qolu açılıb. Əxlaqsızlıq. Nə istəyirlər deyirlər, nə istəyirlər geyinirlər. Razıyam, polkovnik Melchett tələsik müdaxilə etdi. Mənə dəqiq deyin, nə baş verdi? Mrs. Price Ridley dərindən nəfəs alıb yenidən başladı. Mənə zəng gəldi. Nə vaxt? Dünən günorta, daha doğrusu günortadan sonra, təxminən 7-nin yarısında. Heç nədən şübhələnmədən telefona cavab verdim. Dərhal məni çirkin, təhqirlər, hədələr, bəs hansı sözlər ifadə olundu? Mrs. Price Ridley bir qədər qızardı. Mən onları təkrarlamaqdan imtina edirəm. Ədəbsiz sözlər? Konstable gürültülü basını biraz aşağı salaraq dedi. Çobud söz eşitmisiniz? Çobud söz dedikdə nəyi nəzərdə tutmanızdan asılıdır. Bəs siz sözləri başa düşdünüzmü? Soruşdum.
Təbii ki, başa düşdüm. Deməli, nalayiq söz yox idi, dedim. Mrs. Price Ridley şübhə ilə mənə baxdı. Zərif xanım təbii ki, çobud sözlərlə tanış ola bilməz, izah etdim. Yox, çobud söz yoxdur, Miss Price Ridley dedi. Əvvəlcə mən tələyə düşdüm. Adi söhbət kimi düşündüm, amma sonra o adam şəxsi təhqirlərə keçdi. Təhqir? Bəli, onlar dəhşətli təhqirlər idi. Mən çox qorxdum. Sizi hədələdilər? Bəli, mən isə hədə-qorxu eşitməyə öyrəşməmişəm. Sizi nə ilə hədələdilər? Söhbət fiziki zədədən gedirdi? Mən belə deməzdim. Qorxuram, Mrs. Price Ridley, siz biraz səmimi olmalısınız. Sizi konkret olaraq nə ilə hədələdilər? Mrs. Price Ridley açıq-aydın bu suala cavab verməkdən çəkinirdi. Dəqiq xatırlaya bilmirəm. Mən çox həyəcanlı idim. Sonunda mən artıq özündə olmayanda o əclaf güldü. Kişi səsi idi, yoxsa qadın? Mrs. Price Ridley mötəbər səslə dedi. Degenerativ səs. Deməliyəm ki, qeyri-təbii səslənirdi. Cah cobud, cah cildili. Çox qəribə səs idi. Yəqin ki, zarafatdır, deyə polkovnik ona təsəlli verdi. Əgər belədirsə, bu adi zarafat cinayət əməlidir. Mən infaq keçirə bilərdim. Biz hər şeyi aydınlaşdırmağa çalışacaq, polkovnik dedi. Elə deyilmi, müfəttiş? Zəngin haradan gəldiyini yoxlayın. Bizə onun nə dediyini daha dəqiq deyə bilərsinizmi, Mrs. Price Ridley? Mrs. Price Ridley'nin beynində dəhşətli mübarizə başlamışdı. Gizlilik intiqamla mübarizə aparırdı. Nəticədə intiqam hissi üstünlük təşkil etdi. Əlbəttə ki, bu bizim aramızda qalmalıdır. Əlbəttə. O məxluq dedi ki, mən o sözləri çətinci təkrar edə bilim. Heç nə olmaz, heç nə olmaz. Polkovnik Melchett həvəsləndirici şəkildə dedi. Sən pis niyyətli qoca qeybətçisən. Mən polkovnik Melchett. Mən qoca qeybətçiyəm. Amma bu dəfə çox dərinə getdiniz. Scotland Yard sizi böhtana görə mühakimə edəcək. Başa düşürəm, necə həyəcanlandınız. Polkovnik Melchett təbəssümünü gizlətmək üçün bığını çeynədi. Dayanın, yoxsa bəlaya düşəcəksən. Böyük bəlaya. Bunu deyərkən səsindəki hədə-qorxunu sizə sözlə çatdıra bilmirəm. Siz kimsiniz? Sözlərini çətinliklə dilimə gətirə bildim. Səs cavab verdi. Qisasçı. Mən astadan qışqırdım. Bu söz çox qorxunc səsləndi. Sonra o güldü. Güldü. Mən bunu dəqiq eşitdim. Bitdi. Dəstəyi asdığını eşitdim. Təbii ki, zəngin haradan gəldiyini öyrənmək üçün dərhal kommutatora zəng vurdum və onlar isə heç nə bilmədiklərini dedilər. Orada da necə xanımların işlədiyini yəqin ki, bilirsiniz. Dəhşətli dərəcədə çobud, daşürəkli. Əlbəttə, dedim. Mənim gücüm tükənmişdi, Mrs. Price Ridley davam etdi. Mənim əsəblərim o qədər pozulmuşdur ki, meşədən atəş səsi eşidəndə də sözün əsl mənasında yarım metr hündürlüyündə havaya atıldım. Sizi əmin edirəm. Təsəvvür edirsiniz? Meşədə atəş? Müfəttiş Slak həyəcanla soruşdu. Elə bir vəziyyətdə idim ki, mənə top atışının səsi kimi göründü. Mən qışqırdım və divana düşdüm. Klara mənə bir badə göyəm likoru gətirməli oldu. Dəhşət, Melchett dedi. Lap dəhşət. Bu yəqin ki, sizin üçün dəhşətli sınaq olub. Dediyiniz kimi, atəş çox yüksək səsləndi. Sanki yaxında atəş açılmışdı. Mən belə hiss etdim. Əsəblərim korlanmışdı. Əlbəttə, başa düşürəm. Atəşi saat neçədə eşitmisiniz? Biz bilməliyik ki, kimin zəng etdiyini izləyə bilək. Təxminən 7-nin yarısı. Daha dəqiq deyə bilərsiniz? Bilirsiniz, buxarının üstündəki balaca saat yarım saatı təzəcə vurmuşdu və öz-özümə dedim ki, saat yenə qaçır.
Saat həqiqətən də sürətlə işləyir. Saatıma baxdım. 6-dan cəmi 10 dəqiqə keçmişdi. Amma qulağıma yaxınlaşdıranda dayandığını gördüm. Sonra fikirləşdim. Yaxşı, əgər o saat sürətlidirsə, 1-2 dəqiqədən sonra kilsə zənglərinin səsini eşidəcəm. Amma sonra elə oldu ki, telefon zəng çaldı və hər şey ağlımdan çıxdı. O nəfəsini çətinliklə dərib susdu. Bu kifayət qədər dəqiqdir, polkovnik Metchet dedi. Biz sizin üçün hər şeyi edəcəyik, Mrs. Price Ridley. Sadəcə bunu axmaq bir zarafat hesab edin və daha özünüzü üzməyin, Mrs. Price Ridley, deyə mən də əlavə etdim. O mənə yenə soyuq baxışlarla baxdı. Anladım ki, fund kağızı məsələsi hələ də unudulmayıb. Son vaxtlar kəndimizdə qəribə şeylər baş verir, deyib Melçetə tərəf döndü. Qəribə şeylər, başqa cür deyə bilmərəm. Polkovnik Pratero onunla məşğul olmaq istəyirdi. Amma görün onun əcəli necə oldu. Zavallı, bəlkə artıq növbə mənimdir. Narazılıqla başını bullayıb uzaqlaşdı. Melçet öz-özünə mızıldandı. Çətin ki. Sonra sual dolu baxışlarla müfəttiş Slaka baxdı. Yaxşı əskər başını yavaşca əydi. Deyəsən uyğun gəlir, ser. Atəş səsini 3 nəfər eşidib. İndi biz atəşi kimin açdığını öyrənməliyik. Mr. Redningin işi ilə bağlı hayküy bizi biraz ləngidir. Ancaq bəzi ipuçlar var. Mr. Redningin günahkar hesab etdiyimiz müddətdə onlara məhəl qoymadım. İndi hər şey dəyişdi. İlk işim də telefon zəngi olacaq. Xanım Price Ridley? Müfəttiş gülümsədi. Xeyr. Amma biz bunu qeyd etməli olacaq, yoxsa yaşlı qadın bizdən əl çəkməyəcək. Mən vikara edilmiş yalançı zəngi nəzərdə tuturam. Bəli, deyə Melçet xatırladı. Bu çox vacibdir. Sonra biz onların hər birinin saat 6 ilə 7 arasında nə etdiyini öyrənəcəyik. Yəni, biz köhnə malikanədə hamını sorğu-sual edəcəyik və ola bilsin ki, kətdəkilərdən də çoxunu sorğu-sual etməli olacaq. Mən özümü saxlaya bilmədim. Siz olduqca enerjilisiniz, müfəttiş Slak. Mənim şüarım iş, iş və bir daha iş. Gəlin sizdən başlayaq, Sir Clement. Mənə nə etdiyinizi söyləyin. Canla başla. Təxminən 6-nın yarısı mənə zəng gəldi. Kişi səsi, yoxsa qadın səsi? Qadın. Ən azından mən belə başa düşdüm. Əlbəttə ki, mən tam əmin idim ki, danışan Mrs. Abbottdur. Bəs siz onun səsini tanımadınız? Dəqiq deyə bilmərəm. Mən səsə ümumiyyətlə fikir verməmişəm. Bu barədə heç düşünməmişəm. Siz dərhal getdiniz, piyada. Sizin velosipediniz yoxdur? Xeyr. Anlayıram. Beləliklə piyada. Nə qədər vaxt çəkərdi? Hansı yolla getsəniz, təəssüf ki, 2 mil məsafədir. Köhnə malikanənin meşələri ilə qısadır, elə deyilmi? Haqlısınız, amma yol pis vəziyyətdədir. Mən tarlaların arası ilə keçən cığırla gedib gəldim. Sizin bağçanın darvazasına gələn yolla? Bəli. Bəs Mrs. Clement? Həyat yoldaşım Londonda idi. O saat 18:50-də qatara minib qayıdıb. Düzdür, qulluqçunuz onu görüb. Yaxşı, sizin evinizlə hər şey aydındır. Köhnə malikanəyə getmək gərək. Sonra da Mrs. Lestrange sorğu-sual etmək istəyirəm. O qətldən bir gün əvvəl Prateronun yanına gedib. Bunda nəsə var. Bəli, bu işdə çox qəribəliklər var. Mən razılaşdım. Saatıma nəzər salaraq artıq 2-ci səhər yeməyinin vaxtı olduğunu anladım. Melçetə mənimlə birlikdə gedib Allahın verdiklərinə yeməyi təklif etdim. Amma o mavi qabana gedəcəyini söylədi. Orada yeməklər həmişə möhtəşəm olurdu. Qızardılmış ət və tərəvəzdən qarnir olurdu. Düşündüm ki, düzgün seçim etdi. Mary polislə münasibətlərindən sonra yəqin ki, o qədər də yaxşı əhval-ruhiyyədə deyildi. Fəsil 14. Evə gedərkən Miss Hartnell'lə rastlaşdım və o məni yalan olmasın 10 dəqiqə, bəlkə də daha çox saxlayıb. Cür səslə yoxsulların israfçılığı və nankorluğunu pislədi. Gördüyüm qədərilə bu əsəblərin səbəbi o idi ki,
Yoxsullar Miss Hartnelli öz qapılarından içəri buraxmaq istəmirdilər. Mən tamamilə onlarla razı idim. Mənim sosial mövqeyim bu sadə insanlar kimi bəyəndiyimi və ya bəyənmədiyimi bir mənalı şəkildə ifadə etmək imkanından məhrum idi. Mən bacardığım qədər onu sakitləşdirib evə qaçdım. Öz evimə dönməli olduğum döncədə Heyduk məni maşınla qarşıladı. Mən indicə Mrs. Prateronu evinə apardım, deyə o qışqırdı. Məni öz qapısında gözləyirdi. Bir dəqiqəlik gələ bilərsiniz, dedi. Etiraz etmədim. Heyrətamiz hekayədir, dedi və papağını stula atıb iş otağının qapısını açdı. O köhnəlmiş dəri kürsüyə oturdu və fikirli halda gözlərini qarşısındakı divara dikdi. Heydukun heyrətləndiyi, çaşqın olduğu açıq-aydın görünürdü. Ona dedim ki, atəşin eşidildiyi vaxtı təyin edə bilmişik. O fikri dağınıq halda verdiyim xəbərə qulaq asdı. Bu Anna Prateronun günahı tamamilə istisna edir, dedi. Şadam ki, o ikisinin bu işdə günahı yoxdur. Onların ikisi də mənim xoşuma gəlir. Mən ona inanırdım, amma yenə də sual verməyə bilmirdim. Əgər o hər ikisinin bəyəndiyini deyirsə, onların günahsız olduğunu biləndə niyə bu qədər tutuldu? Elə bu səhər o çiyinlərində ağır yük qaldırmış bir adama bənzəyirdi və indi isə çaşqın, dərdə düşmüş halda qarşımda oturmuşdu. Yenə də onun doğru danışdığını bilirdim, amma həm Anna Pratero, həm də Lawrence Redningi bəyənirdi. Nə oldu? Bu tutqun, diqqət haradan yarandı? Ayağa qalxmağa çalışdı. Mən sizinlə House haqqında danışmaq istəyirdim. Bütün bu olanlar onu unutturdu. O ağır xəstədir? Xeyr, ciddi bir şey yoxdur. Əlbəttə bilirsiniz ki, o ensefalit və ya adətən deyildiyi kimi yuxu xəstəliyi keçirir. Qeyd, ensefalit, patogen mikroorqanizmlərin səbəb olduğu beyin iltihabıdır. Ensefalitin bir növü yuxunun artımının nəticəsində xəstənin istənilən vəziyyətdə yata biləcəyidir. Qeydin sonu. Xeyr, deyə çox təəccübləndim, heç bilmirdim. O, bu barədə mənə bir söz deməyib. O nə vaxt xəstələnmişdi? Təxminən 1 il əvvəl. O sağalıb, belə bir xəstəlikdən nə qədər sağalmaq mümkündürsə, o qədər. Bu xüsusi xəstəlikdir. Ondan sonra inanılmaz təsirlər qalır. Psixologiya, mənəvi xarakterə təsir edir. Xarakter tanınmaz dərəcədə dəyişə bilər. O uzun müddət sustu, sonra yenə davam etdi. İndi cadugərlərin odda yandırıldığı vaxtlar haqqında düşünəndə dəhşətə gəlirik. Mənə elə gəlir ki, bir vaxtlar cinayətkarları asdığımızı düşünüb, ürpərəcəyimiz günlər gələcək. Siz ölüm cəzasının əleyhinəsiniz? Məsələ bunda deyil, o sustu. Bilirsiniz, o nəhayət yavaş-yavaş davam etdi. Mənim peşəm hər halda sizinkindən yaxşıdır. Niyə? Çünki kimin haqlı, kimin günahkar olduğunu tez-tez mühakimə etməlisiniz və mən mühakimə etməyin qətiyyən mümkün olduğuna əmin deyiləm. Bütün bunlar tamamilə endokarin vəzlərindən asılıdırsa, bir vəzi daha çox aktiv olduğu halda digəri daha çox inkişaf etməmişdir və budur, qarşınızda bir qatil, uğru, residivist var. Clement, mən əminəm ki, vaxt gələcək, biz cinayətlərə görə ədalətli cəza tədbirləri adlandırdığımız, bütün bu cəzalara icazə verdiyimiz üçün əsirlər dəhşət və inkar hissi ilə xatırlanacaq və başa düşəcək ki, biz xəstəliklərin öhdəsindən gələ bilməyən, xəstələri qınadıq və cəzalandırdıq, zavallılar. Axı, vərəm xəstəsini asmazlar. O, başqaları üçün təhlükə yaratmır. Yox, müəyyən mənada o da təhlükəlidir. Başqalarına yoluxa bilər. Məsələn, özünü Çin imperatoru hesab edən bədbəxt adamı götürək. Siz onu pis niyyətdə ittiham etmirsiniz. Razıyam ki, cəmiyyətin müdafiəyə ehtiyacı var. Bu adamları elə bir yerə qoyun ki, heç bir zərər verə bilməyəcəklər. Hətta ağrısız şəkildə aradan qaldırın. Bəli, mən ekstremal tədbirlərlə razılaşmağa hazıram. Amma buna cəza deməyin. Onların ailələrini utancıqla öldürməyin. Günahsız insanlardır.
Mən ona maraqla baxdım. Mən sizdən indiyədək belə çıxışlar eşitməmişəm. Mən isə öz niyyətlərimi ictimaiyyətdə müzakirə etməyə öyrəşməmişəm. Bu gün isə öz atıma mindim. Siz geniş düşüncəli adamsınız, Clement, və bunu hər keşiş haqqında demək olmaz. Siz şübhəsiz ki, günah kimi bir anlayışın ümumiyyətlə mövcud olmaması ilə razılaşmayacaqsınız, amma heç olmasa bu barədə düşüncəni qəbul edə bilərsiniz. Siz geniş fikirli bir insansınız. Bu, ümumi qəbul edilmiş dünya görüşün əsasını sarsıdır, dedim. Başqa cür necə ola bilər? Axı biz qərəz, təkəbbür və ikiyüzlülüklə doluyuq və başa düşmədiyimiz hər şeyi mühakimə etməyi sevirik. Mən ürəkdən inanıram ki, cinayətkarın polisə yox, keşişə yox, həkimə ehtiyacı var. Gələcəkdə isə inşallah ümumiyyətlə cinayət olmayacaq. Onları sağalda bilərsinizmi? Onları müalicə edərik. Nə qədər heyran edici fikirdir. Heç cinayət statistikasına baxmısınız? Yox. Çox az adam bunu edir. Mən onları öyrənmişəm. Yetkinlik yaşına çatmayan cinayətkarların sayına heyrət edərsiniz. Yenə də hamısı vəzlərin işidir. Başa düşürsünüz? Oxfordshire qatili gənc Nil tutulmazdan əvvəl 5 kiçik qızı öldürmüşdü. Həmişə yaxşı oğlan olub. Heç vaxt pis davranışın görən olmayıb. Cornwall'dan olan Nelly Rosa adlı bir qız əmisini doyunca konfet yeməyə icazə vermədiyi üçün öldürmüşdü. Yatarkən onu kömür çəkici ilə vurmuşdu. Onu evə buraxdılar və 2 həftə sonra kiçik bir Çin üzündən böyük bacısını öldürdü. Təbii ki, onlar asılmadılar. İslah müəssisələrinə göndərildi. Bəlkə yaşlandıqca yaxşılaşacaqlar, bəlkə də yox. Məndə qıza qarşı ən azından şübhə yarandı. Çünki onu heç nə maraqlandırmır. Donuzların kəsilməsini seyr etməyi sevirdi. Ən çox intiharların neçə yaşda baş verdiyini bilirsinizmi? 15-16. İntihardan qətlə o qədər də uzaq deyil. Ancaq bu əxlaqi bir pislik deyil, fiziki bir pislikdir. Dediklərini dinləmək dəhşətdir. Yox, sadəcə olaraq bu sizin üçün yenidir. Yeni, tanış olmayan həqiqətlərin düz üzünə baxmaq lazımdır. Buna uyğun olaraq baxışlarınızı da dəyişəcəksiniz. Ancaq bəzən bu həyatı çox çətinləşdirir. O elə bil izah olunmaz bir yorğunluqdan əzilmiş kimi sərt qaşlarını çataraq oturdu. Heydok, dedim. Cinayət əməlindən şübhələndiyiniz kiminsə qətl törətdiyini bilsəydiniz, həmin şəxsi qanuna təhvil verərdiniz, yoxsa onu qorumağa çalışardınız? Bu sualın təsiri gözlərini iltimi üstülədi. Heydok alovlu, şübhəli və qəzəbli baxışlarla mənə baxıb dedi. Bunu niyə soruşdunuz, Clement? Fikrinizdə nə var? Dürüst olun. Etiraf edirəm ki, ağlımda heç nə yoxdur, deyə utancaq səslə cavab verdim. Amma biz indi ancaq qətldən danışırıq. Sadəcə olaraq bilmək istədim ki, təsadüfən həqiqəti təxmin etsəniz, bunu necə qəbul edərsiniz? Vəssalam. Hirsi soyudu. Yenə düz önünə baxaraq, sanki o beyninin yaratdığı əzablı tapmacanın cavabını oxumağa çalışırdı. Şübhələnsəydim, bilsəydim, vəzifəmi yerinə yetirərdim, Clement. Heç olmasa buna ümid edirəm. Yeganə sual budur ki, nəyi vəzifənizdir, deyə hesab edirsiniz. Gözlərimin içinə baxdı, amma heç nə oxuya bilmədim. Bu sual gec-tez hər bir insanın ağlına gəlir, Clement. Hər kəs öz qərarını verir. Deməli, bilmirsən? Bilmirəm. Mövzunu dəyişməyi daha yaxşı hesab etdim. Bütün bunlardan ən çox həzz alan qardaşım oğludur, qeyd etdim. O hər şeyi atıb, ayaq izləri və siqaret kötükləri axtarır. Heydok gülümsədi. Neçə yaşı var? 16. O yaşda faciələr ciddi qəbul edilmir. Ağılları da yalnız Sherlock Holmes və Arsène Lupin var. Heydok fikirli halda dedi. Gözəl oğlandır. Bundan sonra onunla nə etmək istəyirsiniz? Qorxuram ki, universitetə ödəməyə imkanım çatmayacaq. O özü isə ticarət donanmasına qoşulmaq istəyir. Onu ordu donanmasına götürmədilər.
Bəli, orada həyat asan deyil, amma daha pisini də seçə bilərdi. Bəli, bu ən pis seçim deyil. Mən qaçmalıyam. Saatıma baxaraq narahat halda dedim. Nahara təxminən yarım saat gecikirəm. Mən gələndə ailəm yenicə süfrə arxasına əyləşmişdilər. Onlar səhər fəaliyyətim haqqında tam hesabat istədilər və mən onlara bütün hekayəni danışdım. Lakin hiss etdim ki, mənim hesabatım olduqca darıxdırıcı və adi səslənir. Deniz Mrs. Price ilə Dilenin telefon danışığı haqqında olan hekayəmdən çox məmnun oldu və mənim göyəm likorunu sakitləşdirici dərman kimi tələb edən sarsılmış xanımı təsəvvür edəndə o sadəcə şaqqanaq çəkib güldü. Ona elə bu da azdır, qoca günahkar, dedi. Bu ətrafın ən böyük qeybətçisidir. Heyf ki, ona zəng edib ölümünə qorxutmaq mənim ağlıma gəlməyib. Eşidirsən, Lenəmi, ona ikinci dozanı versəm, necə olar səncə? Mən tələsik ona bunu ağlına belə gətirməməyi, inandırmağa çalışdım. Sizə rəğbət bəsləyən, səmimi qəlbdən kömək etməyə çalışan gənclərin xoş niyyətlərindən təhlükəli heç nə yoxdur. Denizin əhvalı qəfil dəyişdi. O qaşlarını çatdı və aristokrat görünüş aldı. Səhərin çox hissəsini Letisiya ilə birlikdə olmuşam, dedi. Bilirsən, Griselda, o həqiqətən çox hüzünlüdür. Təbii ki, bunu göstərmək istəmir, amma çox kədərlidir. Mən buna inanmaq istərdim. Griselda başını bullayaraq dedi. Griselda Letisiyanı xüsusilə sevmirdi. Məncə sən Letisiyaya qarşı haqsızlıq edirsən. Sən belə düşünürsən? Griselda ona baxdı. Bu günlərdə demək olar ki, heç kim yas paltarı geyinmir. Griselda heç nə demədi. Mən də sustum. Deniz isə sözünə davam etdi. O, bu barədə heç kimə deyə bilməz. Amma mənə dedi. Bu hadisə onu çox əsəbləşdirir və düşünür ki, nəsə etmək lazımdır. Tezliklə inanacaq ki, dedim. Müfəttiş Slak onun fikirlərini bölüşür. O bugün köhnə malikanəyə gedəcək və çox güman ki, həqiqət axtarışına can ataraq orada yaşayanlar üçün həyatı tamamilə dözülməz edəcək. Səncə həqiqət nədir, Len? Arvadım birdən soruşdu. Bunu demək çətindir, əzizim. Hazırda nə düşünəcəyimi bilmirəm. Dedin ki, müfəttiş, səni abotlara çağırmaq üçün edilən zəngin yerini izləyəcəkdi. Bəli, bunu bacaracaqmı? Çox çətin deyilmi? Məncə heç də çətin deyil. Bütün zənglər mərkəzi kommutatorda qeyd alınır. Həyat yoldaşım biraz düşündü. Lenəmi, qardaşım oğlu dedi. Niyə bu səhər Polkovnik Proteronun yox olmasını istəməyinizi zarafatla deyəndə mənə belə hücum etdiniz? Çünki, dedim, hər şeyin öz vaxtı vardır. Müfəttiş Slakın heç bir yumor hissi yoxdur. O sənin sözlərini ciddi qəbul edib. Merini sorğu-sual edərək mənim həbsim üçün order ala bilərdi. O başa düşmür ki, onu nə vaxt ələ salırlar? Yox, dedim, bilmir. O indiki vəzifəsinə zəhmət və fədakarlıqla gəlib. Onun kiçik zövqlərə vaxtı yoxdur. Lenəmi, ondan xoşun gəlmir? Yox, dedim. Heç bir qram yox. Mən onu dözə bilmirəm. Amma şübhə etmirəm ki, o öz peşəsində çox şeylər əldə edib. Sizcə o qoca Proteronu kim öldürdüyünü tapacaq? Axtaracaq, dedim. 1000 bir əziyyət çəkib axtaracaq. Mary qapıda göründü və elan etdi. Cənab House sizi görmək istəyir. Mən onu qonaq otağına apardım. Sizin üçün bir məktub da var. Cavab gözləyirlər. Şifahi də cavab vermək olar. Məktubu açıb oxudum. Hörmətli Mr. Clement, mümkün qədər tez mənimlə görüşə gəlsəniz, çox minnətdar olacam. Çox çətinlik içindəyəm və məsləhətinizə ehtiyacım var. Hörmətlə, Estella Lestrange. Ona deyin ki, yarım saata orada olacam. Mary'yə dedim. Sonra House'u görmək üçün qonaq otağına keçdim. Fəsil 15. Onu belə vəziyyətdə gördüyümə görə çox təəssüflənirdim.
Əlləri əsir, üzü əsəbdən titrəyirdi. Deyəsən, mən elə onu məsləhət bildiyim üçün yataqda olmalı idi. O dayanmadan tam yaxşı olduğunu təkid edirdi. Sizi inandıraram, ser, özümü heç vaxt belə yaxşı hiss etməmişəm. Həyatımda heç vaxt. Onun dedikləri ilə gözümün önündəki faktlara o qədər təəccüblü ziddiyyət təşkil edirdi ki, nə cavab verəcəyimi bilmirdim. Xəstəliyi ilə qəhrəmancasına mübarizə aparan bir insana hörmət hissi etməmək olmaz, lakin Haus çox dərinə getmişdi. Evinizdə baş verənlərlə bağlı sizə dərin hüzünlə başsağlığımı verməyə gəlmişəm. Bəli, deyə cavab verdim. Burada xoş bir şey yoxdur. Dəhşətdir, dəhşət. Deyəsən onlar Mr. Redlingi həbsdən azad ediblər. Bəli, səhv olub. O ağılsızlıq edərək yalan iddia irəli sürüb. Onda polis onun günahsızlığına əmin olub? Əlbəttə. Səbəbini soruşa bilərəm. Yəni, demək istəyirəm ki, şübhə başqasının üzərinə düşüb. Mənim heç vaxt ağlıma gəlməzdi ki, Haus bir qətlin təfərrüatları ilə bu qədər maraqlanacaq. Bəlkə qətlin keşişin evində baş verdiyi üçün idi. O, təcrübəli jurnalist kimi təfərrüatlar üçün məni sıxırdı. Düşünmürəm ki, müfəttiş Slak bütün fikirlərin mənimlə bölüşsün. Bildiyimə görə onun hələ konkret şübhəlisi yoxdur. O istintaq ilə məşğuldur. Bəli, əlbəttə. Amma təsəvvür edə bilərdiniz ki, kimsə belə çirkin işi görəcək? Mən yox mənasında başımı yellədim. Polkovnik Prateronu demək olar ki, heç kim sevməzdi, bilirəm, amma qətl üçün çox qəti səbəblər olmalıdır. Hər halda, dedim. Kimin belə əsaslı səbəbləri ola bilərdi? Polis bilirmi? Deyə bilmərəm. Fikirləşsək, onun düşmənləri olan biri idi. Bu barədə daha çox fikirləşdikcə, əmin oluram ki, belə bir adamın mütləq düşmənləri olmalı idi. O sərt hakim kimi nüfuza malik idi. Düşünürəm, ola bilərdi. Siz buna hələ də şübhə edirsiniz, ser. Yadınızda deyil, dünən səhər o sizə Archerin təhdidlərindən danışırdı. Bəli, indi yadıma düşdü, dedim. Əlbəttə xatırlayıram, siz də bizim tam yaxınlığımızda durmuşdunuz. Bəli, mən də onu eşitdim. Eşitməmək mümkün deyildi. Bu onun səsi idi, çox yüksək səsi. Sizin sözlərinizdən çox təsirləndiyimi xatırlayıram. Siz ona dediniz ki, vaxtı çatanda ona da mərhəmət əvəzinə ədalət göstərilə bilər. Mən bunu dedim, qaşlarımı çataraq soruşdum. Öz sözlərimi bir qədər fərqli xatırlayırdım. Çox təsirli dediniz, ser. Mən şoka düşdüm. Ədalət dəhşətli ola bilər. Bir fikirləşin, yazıq polkovnik tez bir zamanda öldü. İstər-istəməz hissiyata inanmağa başlayırsan. Mənim heç bir hissiyatım yoxdur, qısaca cavab verdim. Hausun mistikaya yönümlüyünü heç bəyənmirdim. Bunda ruhlarla danışmaq kimi bir şey var idi. Siz bu Archer haqqında polisə xəbər vermisinizmi, ser? Mən onun haqqında heç nə bilmirəm. Mən polkovnik Prateronun sizə Archerin onu hədələdiyini söylədiyini nəzərdə tuturdum. Bunu onlara demisinizmi? Yox, astaca cavab verdim. Mən deməmişəm. Ancaq bunu edəcəksiniz, elə deyilmi? Mən cavab vermədim. Mən qanun və asayişin əlindən əziyyət çəkən adamı təqib etməyi xoşlamıram. Mən Archeri müdafiə etmirəm. O anadan gəlmə brakonyerdir. Hər kilsədə olan şən avaralardan biridir. Amma onu həbs etdikləri an, qızğın vaxtında nə dedisə, bu o demək deyildi ki, o azadlığa çıxan kimi hələ də qisas almaq planlarını həyata keçirəcək. Söhbətimizi eşitdiniz, nəhayət dedim. Polisə xəbər verməyi borcunuz hesab edirsinizsə, bunu edə bilərsiniz. Özünüz etsəniz daha yaxşı olar. Bəlkə də, amma düzünü desəm, mən bunu etməyəcəm. Mən günahsız bir adamın boynuna ilgəyi keçirməyə kömək etmək istəməzdim. Amma əgər polkovnik Prateronu gülləyən o idisə, bax, əgər, onun əleyhinə heç bir sübut yoxdur.
təhdidlər etdi. Açığını deyim ki, təhdidləri edən polkovnik Pratero idi. Polkovnik Pratero Archerini yenidən brakonyerlikdə yaxalayarsa, qisasın nəyə dəyər olduğunu göstərməklə hədələyirdi. Münasibətinizi başa düşmürəm, ser. Doğrudanmı? Yorğun halda dedim. Siz gəncsiniz, siz ədalət uğrunda qeyrətli mübarizsiniz. Mənim yaşıma çatanda siz özünüz də daha yumuşaq davranacaq və təqsirləndirilən şəxsin xeyrinə şərh etməyə üstünlük verəcəksiniz. İş bunda deyil, yəni o sustu və mən də təəccüblə ona baxdım. Siz özünüz heç kimdən şübhələnmirsiniz, güman etmirsiniz ki, qatil kim ola bilər? Soruşmaq istərdim. Allah göstərməsin, yox. Bəs qətlin səbəbləri haqqında House təkid etdi. Heç nə bilmirəm. Bəs siz? Mən? Əlbəttə yox. Mən sadəcə maraqlanırdım. Fikirləşdim ki, ola bilsin ki, polkovnik Pratero sizinlə şəxsi söhbətlərində bunu qeyd edə. Onun şəxsi söhbəti. Dünən səhər onun dediklərini bütün küçə eşitdi. Bəli, düz deyirsiniz. Yəni Archer haqqında düşünmürsünüz? Polis tezliklə Archer haqqında bilməli olduqları hər şeyi biləcək, dedim. Mən onun polkovnik Prateronu öz qulağımla hədələdiyini eşitsəydim, başqa məsələ olardı. Amma əmin ola bilərsiniz ki, əgər o həqiqətən də polkovniki zorakılıqla hədələyibsə, onun kəndin yarısı eşidib. Vaxtı gələndə polis də xəbər tutacaq. Təbii ki, siz özünüz də öz qərarlarınızı verməkdə azadsınız. Lakin House anlaşılmaz bir nida ilə şəxsən nəsə etməkdən imtina etdi. Onun bütün davranışında qeyri-təbii əsəbilik var idi. Heydokun onun xəstəliyi haqqında dediklərini yadıma saldım. Bunun izahı olmalı idi. O məndən könülsüz ayrıldı. Sanki daha başqa deməyə sözü var idi. Amma onun necə deyəcəyini bilmirdi. Mən onunla razılaşdım ki, o Analar Birliyinin xidmətinə, həmçinin xidmətdən sonra ətrafdan ziyarətçilərin bir yerə yığılmasına rəhbərlik etsin. Mənim günün ikinci yarısına başqa planlarım var idi. House getdi və mən də düşündüm ki, onu və dərdlərini ağlımdan çıxararaq Mrs. Lestrange'in yanına getməli idim. Zaldakı stolun üstündə açılmamış qəzetlər var idi. Guardian və kilsə xidmətçisi. Qeyd. Guardian 1821-ci ildə əsası qoyulmuş liberal gündəlik qəzetdir. Kilsə xidmətçisi Londondan nəşr olunan və 1863-cü ildə əsası qoyulmuş İngiltərə kilsəsinin həftəlik qəzetidir. Qeydin sonu. Gəzərkən yadıma düşdü ki, Mrs. Lestrange qətldən bir gün əvvəl polkovnik Pratero ilə görüşmüşdü. Onların söhbətlərindən qatilin kimliyinə dəlalət edəcək bir şeyin keçməsi tamamilə mümkün idi. Məni dərhal kiçik qonaq otağına apardılar və Mrs. Lestrange məni qarşılamaq üçün ayağa qalxdı. Bu qadının öz ətrafında həmişə yaratdığı o möcüzəvi atmosferi bir daha hiss etdim. O, dərisinin qeyri-adi ağlığını vurğulayan tamamilə qara, parıltısız materialdan paltar geyinmişdi. Sifətində qəribə bir ölülük var idi. Yalnız gözləri alov kimi parıldayırdı, həyat eşqi ilə alışırdı. Amma bu gün onun baxışlarında ehtiyatlılıq hiss etdim. Elə bu, mən bundan artıq heç bir narahatlıq əlaməti hiss etmədim. Çox mehribansınız, Mr. Clement, dedi və əlimi sıxdı. Gəldiyiniz üçün təşəkkür edirəm. Elə onda sizə hər şeyi danışmaq istəyirdim. Sonra fikrimi dəyişdim. Amma nahaq yerə. Mən sizə artıq demişəm, nə vaxt istəsəniz əlimdən gələn hər cür köməyi etməyə hazıram. Bəli, yadımdadır və mənə elə gəlir ki, bunlar boş sözlər deyildir. Bütün həyatımda, Mr. Clement, çox az adam səmimi şəkildə mənə kömək etməyi təklif edib. İnanmaq çətindir, xanım Lestrange. Buna baxmayaraq, bu həqiqətdir. İnsanların çoxu, ən azından kişilərin çoxu, yalnız öz məqsədlərini güdür.
Onun səsində acılıq vardı. Mən heç nə demədim və o davam etdi. Xahiş edirəm, oturun. Mən itaət etdim və onun qarşısındakı stulda əyləşdim. O biraz tərəddüddən sonra yavaş-yavaş və fikirli halda danışmağa başladı. Sanki hər sözü diqqətlə ölçüb bitirdi. Mən çox qeyri-adi vəziyyətə düşmüşəm və sizinlə məsləhətləşmək istəyirəm. Sizdən soruşmaq istərdim ki, bundan sonra nə edim? Keçmiş, keçmişdə qalıb. Artıq heç nə etmək olmaz. Məni başa düşürsünüz? Mən cavab verə bilmədim. Əvvəl mənim üçün qapı açan qulluqçu indi qapıda görünmüşdü və qorxmuş şəkildə çəkildəyirdi. Bağışlayın, xanım, polis müfəttişi gəlib. Sizinlə danışmaq istədiyini deyir. Bağışlayın. Sükut çökdü. Mrs. Lestrange'in sifəti heç dəyişmədi. Sadəcə yavaşca gözlərini yumdu və yenidən açdı. Mənə elə gəldi ki, onun boğazında biraz qıcıqlanma oldu. Amma səsi yenə eyni idi, aydın və sakit. Onu bura gətirin, Hilda. Mən getmək istəyirdim, amma o əmr tonunda əli ilə işarə edib məni dayandırdı. Qalsaydınız, sizə çox minnətdar olardım. Yenidən oturub mızıldandım. Əlbəttə, necə istəyirsiniz. Bu zaman Slak cəld bir addımla otağa girdi. Gününüz xeyir, madam. Hər vaxtınız xeyir, müfəttiş. Bu zaman müfəttiş məni görüb hirsli qaşqabağını salladı. Əminliklə deyə bilərəm ki, Slak da mənə qarşı yaxşı hisslər heç bəsləmir. Ümid edirəm ki, vikarın varlığına etiraz etməzsiniz. Aydındır ki, Slak bunu deməyə utandı. Yox, deyə mızıldandı. Əlbəttə, daha yaxşı olar ki... Mrs. Lestrange onun sözlərinə məhəl qoymadı. Mən sizin üçün nə edə bilərəm, müfəttiş? Deyə soruşdu. Edə bilərsiniz, Mrs. Mən polkovnik Pratero'nun qətlini araşdırıram. Mənə bacardığım bütün məlumatları toplamaq tapşırılıb. Mrs. Lestrange razılıqla başını tərpətdi. Bu sadəcə bir rəsmiyyətdir, amma hamıdan soruşmalıyam. Dünən gecə saat 6 ilə 7 arasında harada idiniz? Başa düşdüyünüz kimi bu sadəcə rəsmiyyətdir. Dünən gecə saat 6 ilə 7 arasında harada olduğumu bilmək istəyirsiniz? Bəli, xanım. Xatırlamağa çalışaram. Bir anlıq düşündü. Mən burada idim, bu evdə. Müfəttişin gözlərinin parıldadığını gördüm. Bəs qulluqçunuz bildiyim qədərilə sizin bir qulluqçunuz var. O sizin ifadənizi təsdiq edə bilərmi? Yox, həmin axşam Hilda işdən azad idi. Başa düşürəm. Ona görə də yalnız mənim özümə inanmalı olacaqsınız. Mrs. Lestrange xoşluqla dedi. Bütün axşam evdə olduğunuza tam əminsinizmi? Siz 6 ilə 7 arasında dediniz, müfəttiş. Biraz əvvəl gəzintiyə çıxdım. Mən qaydanda hələ saat 5 olmamışdı. Tutaq ki, bir xanım, məsələn, Miss Hartnell desə ki, saat 6-ya yaxın sizin evə gəlib. Zəngi basıb və heç kim qapını açmadığı üçün çıxıb getmək məcburiyyətində qalıb. Deyəcəksiniz ki, o səhv edir? Əsla yox, Miss Lestrange başını bulladı. Ancaq, əgər qulluqçu evdədirsə, deyə bilər ki, evdə yoxsunuz. Amma tək olduğunuzda və ziyarətçiləri qəbul etmək istəmədiyiniz zaman yalnız zəngin səsinə dözmək qalır. Müfəttiş Slak biraz utandı. Qoca xanımlar məni çox yorurlar. Miss Lestrange dedi. Miss Hartnell onların içində bunu ən yaxşı bacaranlardandır. O, getməmişdən əvvəl düz 6 dəfə zəngi çaldı. O, müfəttiş Slaka mehriban təbəssüm bəxş etdi. Müfəttiş mövzunu dəyişdi. Yaxşı, desəm ki, həmin vaxt aralığında sizin görən olub. Amma məni heç kim görməyib, elə deyilmi? O dərhal zəif iddianı yoxlamaq istədi. Evdə olduğum üçün məni heç kim görə bilməzdi. Çox düz deyirsiniz, madam. Müfəttiş stolunu biraz da yaxınlaşdırdı.
İndi isə Miss Lestrange, bilirəm ki, siz qətldən əvvəlki axşam saatlarında polkovnik Prateroya qonaq olmusunuz. Mrs. Lestrange sakit halda razılaşdı. Bəli, elədir. Nə danışdığınızı deyə bilərsinizmi? Söhbət şəxsi məsələlərdən gedirdi, müfəttiş. Təəssüf edirəm ki, söhbətin konkret nədən getdiyini dəqiqləşdirməyinizi xahiş edəcəm. Mən sizin istəyinizi yerinə yetirə bilmərəm, amma sizi əmin edirəm ki, söhbətin cinayətlə heç bir əlaqəsi yox idi. Düşünürəm ki, bunun qərarını siz verə bilməzsiniz. Amma buna baxmayaraq, siz mənim sözümə inanmalı olacaqsınız. Belə çıxır ki, mən hər şey üçün sizin sözünüzə inanmalıyam. Məncə düz deyirsiniz. Mrs. Lestrange eyni təbəssümlə, eyni sakitçiliklə dedi. Müfəttiş Slak xərçəng kimi qıpqırmızı qızardı. Məsələ çox ciddidir, Mrs. Lestrange. Mən həqiqəti istəyirəm. O yumruğunu masaya çırpdı. Mən hər şeyi öyrənmək niyyətindəyəm. Mrs. Lestrange bir söz belə demədi. Madam, görmürsünüz ki, özünüzü çox şübhəli vəziyyətə salırsınız? Mrs. Lestrange hələ də ona cavab vermək fikrində deyildi. O zaman istintaqa ifadə vermək məcburiyyətində qalacaqsınız. Bəli. Onun əldə etdiyi hər şey bu idi. Laqeyd və quru, bəli. Müfəttiş taktikasını dəyişməli oldu. Polkovnik Pratero ilə tanış idiniz? Bəli, mən onunla tanış idim. Yaxın tanış idiniz? Uzun illərdir onu görməmişdim, deyə o qısa fasilədən sonra cavab verdi. Mrs. Pratero ilə tanış idiniz? Xeyr. Bağışlanın, amma ziyarət vaxtı olduqca qəribədir. Mən başqa cür düşünürəm. Nə demək istəyirsiniz? Mən yalnız polkovnik Prateronu görmək istəyirdim. Mrs. Pratero və ya Miss Prateronu görmək istəmirdim. Bu vaxtı öz məqsədlərim üçün ən əlverişli olduğunu düşünürəm. Nə üçün nə Mrs. Prateronu, nə də Miss Prateronu görmək istəmədiniz? Bu mənim şəxsi işimdir, müfəttiş. Onda əlavə ifadə verməkdə imtina edirsiniz? Bəli, qətiyyətlə. Müfəttiş Slak ayağa qalxdı. Ehtiyatlı olmalısınız, madam. Özünüzü pis vəziyyətə sala bilərsiniz. Bütün bunlar çox şübhəli görünür. Çox şübhəli. Mrs. Lestrange güldü. Mən gərək müfəttiş Slaka başa salmalı idim ki, belə qadın asanlıqla qorxmur. Yaxşı, onda, deyə müfəttiş öz ləyaqətinə xələl gətirmədən geri çəkilmək qərarına gəldi. Sonra deməyin ki, sizi xəbərdarlıq etməmişəm. Axşamınız xeyrə qalsın, madam. Amma unutmayın, onsuz da həqiqəti öyrənəcək. O çıxıb getdi. Mrs. Lestrange ayağa qalxıb əlini mənə uzadaraq dedi. Mən sizinlə vidalaşmaq istəyirəm. Bəli, belə daha yaxşı olar. Görünür, indi məsləhətləşmək üçün çox gecdir. Mən seçimimi etdim. O, səsindəki ümidsizliklə təkrarladı. Mən seçimimi etdim. Fəsil 16. Evin astanasında Heydoka rast gəldim. Qapıdan təzəcə çıxan Slakın arxasınca düşmən nəzər salıb kəskin şəkildə soruşdu. Onu dindirirdi? Bəli. Ümid edirəm ki, nəzakətli idi. Fikrimcə nəzakətlilik müfəttiş Slakın heç vaxt öyrənə bilmədiyi bir sənətdir. Baxmayaraq ki, onun öz fikrincə ədəb ərkanı qüsursuz idi. Bununla belə Heydoku daha da incitmək istəmədim. Onsuz da qayğılı, depressiyaya düşmüş kimi görünürdü. Ona görə də dedim ki, müfəttiş özünü kifayət qədər layiqli aparırdı. Heydok başını tərpədib evə girdi. Və mən kənd küçəsi ilə irələyərkən tezliklə müfəttişi qabaqladım. Şübhələnirəm ki, o özü qəsdən tempini azaltmışdı. Məndən xoşu gəlməsə də, nə olursa olsun belə şeylərin ona lazım olan məlumatı əldə etməsinə mane olmasına imkanı verən biri deyildi. Bu xanım haqqında hər şeyi bilirsinizmi? Deyə birbaşa məndən soruşdu. Cavab verdim ki, ümumiyyətlə heç nə bilmirəm.
O sizə bura niyə köçdüyünü deyibmi? Xeyr. Buna baxmayaraq siz ona baş çəkməyə gedirsiniz. Kilsə ziyarətçilərinə baş çəkmək, onlara tez-tez gedib gəlmək mənim vəzifəmin bir hissəsidir, deyərək arxamca xəbər göndərildiyini qeyd etmədim. Ola bilər. Bir müddət o nə barədə isə fikirləşdi. Sonra Mrs. Lestrange'in evində uğursuz söhbəti davam etdirmək istəyinə qarşı dura bilməyib yenidən qızışdı. Belə görünür ki, qaranlıq işlər dönür. Siz belə düşünürsünüz? Bəli. Tipik qəsbdir. Şantaj. Bu polkovnik Protero'nun şöhrətini nəzərə alsaq, çox məzəlidir, amma heç kimə etibar etmək olmaz. İkili həyat sürən kilsə qəyyumu. O nə birinci deyil, nə də sonuncu. Mrs. Marple'ın eyni mövzuda haqqında dediyi hansısa xatirə beynimdən keçdi. Həqiqətən belə düşünürsünüz? Belə çıxır, faktlar ortadadır, seyr. Niyə belə ağıllı, zərif bir xanım belə bir yerə, Allahın unutduğu bu yerə gəlməlidir ki? Ziyarətə gedilmədiyi bir zamanda niyə onun yanına getdi? Qəribədir. Yaxşı, bəs niyə o nə Mrs. Protero'nu, nə də Miss Protero'nu görmək istəmədi? Bəli, hamısı bir-birinə uyğun gəlir. O etiraf etməyə tələsmir. Çünki qəsb etmək, şantaj etmək cinayətdir. Amma biz ondan həqiqəti qoparacaq. Bizim bildiklərimizi nəzərə alsaq, onun ifadəsi çox maraqlı olacaq. Əgər polkovnik Protero'nun həyatda hansısa qaranlıq sirri, ayıblı bir şey olubsa, deməli qarşımızda geniş imkanlar var. Mən bunu yaxşı başa düşürdüm. Eşik ağasından nəsə öyrənməyə çalışdım. Axı o polkovnik Protero ilə Lestrange'in danışdıqlarını eşitmiş ola bilərdi. Eşik ağalarında bunun kimi adətləri var. Amma o andaman edir ki, onların nə danışdıqlarından xəbəri belə yoxdur. Yeri gəlmişkən o xanıma görə işini itirdi. Polkovnik onu içəri buraxmağa cəsarət etdiyi üçün az qala yumruqları ilə ona hücum etmişdi. Eşik ağası da cavabında ona gedəcəyi ilə hədələyib. Onun dediyinə görə onsuz da bu evi bəyənmirdi və əvvəl-axır getməyi fikirləşirdi. Hətta elə? Bu da sizin üçün polkovnikə kin saxlaya bilən daha bir adam. Bəs siz o adamdan ciddi şübhələnmirsiniz? Yeri gəlmişkən soyadı nədir? Soyadı Reeves'dir. Bir də ki, mən heç vaxt ondan şübhələndiyimi deməmişəm. Sadəcə heç kimə etibar etmək olmaz. Bu həqiqətdir. Onun ədəb-ərkanını bəyənmirəm. O çox nadincdir. Sürüşkəndir, ilan balığı kimi. Görəsən, Reeves müfəttiş Slakın davranışı haqqında nə deyərdi? İndi fikrimcə sürücünü soru-sual etməyin vaxtıdır. Belə olan halda mən dedim. Mən də sizinlə maşında gedə bilərəmmi? Mrs. Protero ilə danışmaq istəyirəm. Nə barədə? Dəfn haqqında. Müfəttiş Slak bir qədər utanmış kimi göründü. İstintaq sabah, şənbə günü olacaq. Elədir ki, var. Dəfn mərasimi də yəqin ki, çərşənbə axşamına təyin olunacaq. Görünür, müfəttiş Slak öz çobudluğundan bir qədər utanmışdı. O sürücü Manningin dindirilməsində mənim də iştirak etməyimi təklif edərək vəziyyəti düzəltməyə çalışdı. Manning yaşı 26-dan çox olmayan mehriban oğlan idi. Müfəttiş yəqin ki, onu qorxutmaq istəyirdi. Bura bax, bala, Slak ona dedi. Səndən bir şey öyrənmək istəyirəm. Bəli, sir, sürücü tələm-tələsik dilləndi. Necə istəyirsiniz, sir? Əgər qatil olsaydı, çətin ki, bundan da daha çox azmış və qorxmuş görünə bilərdi. Dünən gün ortadan sonra ev sahibini kəndə aparmısınız? Bəli, sir. Saat neçədə? 5:30-da. Mrs. Protero sizinlə idi? Bəli, sir. Yolda bir yerdə dayanmamışdınız? Yox, sir. Kətdə nə edirdiniz? Polkovnik çıxanda dedi ki, daha maşına ehtiyac olmayacaq. Evə piyada gedəcək. Mrs. Protero isə alış-verişə getdi. Paketlər maşına qoyulandan sonra dedi ki, mən daha ona lazım deyiləm, evə gedim. Kətdə qaldı? Bəli, sir.
Saat neçə idi? 7:15 dəqiqə işləmiş, sir. Bəli, dəqiq 7:15 dəqiqə işləmiş. Onu harada qoyub getdiniz? Kilsənin yaxınlığında, sir. Polkovnik hara getdiyini dedi ya yox? Dedi ki, baytara dəymək istəyir, atlardan birinə görə. Aydındır. Bəs siz düz buraya gəldiniz? Bəli, sir. Köhnə malikanəyə maşın üçün 2 yol var. Cənub və şimal tərəfdən. Mənim başa düşdüyüm qədərilə kəndə cənub tərəfdən gəlmisiniz? Bəli, sir, həmişəki kimi. Bəs geri də eyni yolla qayıtdınız? Bəli, sir. Yaxşı, hələlik kifayətdir. Bu da Miss Pratero. Leticia yavaş-yavaş, sanki könülsüz halda bizi tərəf addımlayırdı. Mən fiyatı götürürəm, Manning, dedi. Mühəriyi işə salan, zəhmət olmasa. Dərhal, miss. O 2 nəfərlik idman avtomobilinə tərəf getdi və kapotu qaldırdı. Bir neçə dəqiqəlik sizinlə danışa bilərəmmi, Miss Pratero? Slak dilləndi. Dünən günortadan sonra hamının harada olduğunu bilməliyəm. Sadəcə rəsmiyyətdir, inciməyin. Leticia gözlərini iri açaraq ona baxdı. Mən heç vaxt saata baxmıram. Belə anladım ki, dünən nahardan sonra evdən çıxmısınız. O başını razılıqla tərpətdi. İcazə verin soruşum, hara? Tenis oynamağa. Kiminlə? Hartley Napier ailəsi ilə. March Benham'dan? Bəli. Nə vaxt qayıtdınız? Bilmirəm. Sizə dedim ki, heç vaxt saata baxmıram. Siz, mən dedim, təxminən 7-nin yarısı qayıtdınız. Düzdür, Leticia dedi. Tamaşanın tən ortasında. Anna isterika içərisində idi. Griselda isə ona təsəlli verirdi. Sağ olun, miss, müfəttiş dedi. Bütün bilmək istədiklərim bu idi. Hamısı budur, Leticia soruşdu. Məni məyus etdiniz. O bizdən ayrılıb fiyata tərəf getdi. Müfəttiş gizlincə öz alnına toxunub pıçıltı ilə soruşdu. Deyəsən biraz başı qaçıb. Yox, heç də yox, dedim. Ancaq o belə görünməyi sevir. Çox yaxşı, mən gedib qulluqçuları sorğu-sual edəcəm. İnsan gücündən kənar olsa da özümü müfəttiş Slaksız sevməyə məcbur etdim. Axı onun coşqun enerjisinə heyran olmamaq mümkün deyildi. Biz ayrıldıq və mən revizdən Mrs. Pratero'nun harada tapa biləcəyimi soruşdum. O dincəlmək üçün uzanıb, sir. Onda mən onu narahat etməyəcəm. Bəlkə gözləyəsiniz, sir. Bilirəm ki, Mrs. Pratero sizi görmək istəyirdi. Bunu naharda özü dedi. O məni qonaq otağına aparıb işığı yandırdı. Pərdələr artıq çəkilmişdi. Necə də kədərli hadisələr baş verir, dedim. Bəli, seyr. Eşik ağasının səsi hörmətli olsa da soyuq idi. Mən ona baxdım. Onun bu nəzakətli, laqeyd maskasının altında hansı hissləri qaynayırdı, onu bilmək istərdim. Bəlkə bir şey bilirdi, amma demirdi. Bu adam üçün təlim keçmiş qulluqçu maskasından daha qeyri-təbii başqa heç nə ola bilməzdi. İstədiyiniz başqa bir şey varmı, sir? Mənə elə gəldi ki, o tanış ifadənin arxasında yaxşı gizlənmiş narahatlıq var. Yox, heç nə, deyə cavab verdim. Çox gizləməli olmadım. Anna Pratero çox tez gəldi. Biz bəzi işlər haqqında danışdıqdan sonra o həyəcanla dedi. Həkim Heydok necə də gözəl, mehriban insandır. Bildiyim ən yaxşısıdır. O mənə qarşı çox mehriban idi, amma o nədənsə həmişə elə bil kədərli görünür, elə deyilmi? Heydoku kədərli adlandırmaq heç ağlıma gəlməzdi. Bir anlıq bu barədə düşündüm. Yox, fikir verməmişdim, dedim. Bu günə kimi mən də fikir verməmişdim. Bəzən şəxsi dərdlərimiz baxışlarımızı iti edir, dedim. Nə qədər də doğrudur. O sustu və sonra əlavə etdi. Mr. Clement, başa düşə bildiyim bir şey var. Əgər mən gedəndən dərhal sonra ərimi güllələyi bilərsə, niyə mən güllə səsini eşitmədim? Polis günlərinin sonradan atıldığını düşünür.
Bəs qeyddə 18-20 yazılıb. Ola bilsin ki, o rəqəmlər başqa əllə, qatilin əli ilə yazılıb. Yanaqları qıpqırmızı qızardı. Dəhşət. Bəs siz fikir vermədiniz ki, rəqəmlər onun xətti ilə yazılmayıb? Orada ümumiyyətlə onun xətti yoxdur. Bu doğru idi. Məktubda oxuya bildiyim cızma qara Prateranın səliqəli xəttinə bənzəmirdi. Onların Lorensdən daha şübhələnmədiyinə əminsiniz? Başa düşdüyüm qədərilə bütün şübhələr onun üzərindən götürülüb. Bəs Mr. Clement bunu kim edib? Lucius insanların bəyənmədiyi adam idi, bilirəm. Amma onun heç bir həqiqi düşməni yox idi fikrimcə. Qanlı düşmənləri yox idi, yəni. Başımı narazılıqla yellədim. Bu sir olaraq qalır. Miss Marple'ın adını çəkmədiyi 7 şübhəli haqqında bir daha düşündüm. Mənə maraqlı gəldi ki, onlar kim ola bilərdi? Anna ilə sağollaşandan sonra planımı həyata keçirməyə başladım. Cığırla evə tərəf getdim. Taxta çəpərin biraz aşağı olan hissəsinə çatanda, biraz geriyə, bitki örtüyünün azca əzilmiş kimi göründüyü yerinə tərəf getdim. Yoldan dönüb çolların içərisinə, daha dərinə girdim. Burada meşə sıx idi. Aşağıda budaqlar bir-birinə sarmaş dolaş olmuş, çollar yaratmışdı. Biraz səylə çalların arası ilə gedirdim ki, birdən başqasının, məndən çox da uzaqda olmayan çolların arasından keçdiyini eşitdim. Tərəddüdlə durdum və Lawrence Redning qarşımda peyda oldu. Onun əlində valyum daşı var idi. Görünür, mənim sifətimdə təəccüb hək olunmuşdu, çünki Lawrence qəfil gülməyə başladı. Yox, tez dedi. Bu bir öpücü deyil, sülh hədiyyəsidir. Sülh hədiyyəsi? Bəli, buna sülh danışıqlarının başlanğıcı deyək. Qoşunuz Miss Marple'ın yanına getmək üçün mənə bir bəhanə lazım idi və mənə dedilər ki, ən yaxşısı ona yapon bağı üçün bir daş və ya qaya parçası aparmaq daha yaxşı olardı. Doğrudur, razılaşdım. Bəs sizə, hörmətli xanımdan nə lazımdır? Elə bu, dünən gecə əgər görünməli bir şey olsaydı, Miss Marple bunu mütləq görərdi. Mən hətta qətillə əlaqəli, yəni onun qeyri-adi nöqteyi nəzərindən danışıram. Mən sadəcə qeyri-adi, qəribə, sadə, xırda şeyləri, bu sirri həll etməyə kömək edəcək şeyləri nəzərdə tuturam. Polisə deməyə belə ehtiyac duymadığı bir şeyi bəlkə görüb, eşidib. Məncə bu tamamilə mümkündür. Hər halda yoxlamağa dəyər. Clement, mən bu məsələnin dərinliyinə qədər getmək niyyətindəyəm. Yalnız Anna xatirinə. Slaka o qədər də ümidim yoxdur. Təbii ki, o əlindən gələni edir, amma çalışqanlıq heç vaxt zəkanın yerini tutmayacaq. Belə başa düşdüm ki, qarşımda macəra hekayələrinin sevimli qəhrəmanı dayanır. Həvəskar dedektiv? Dedim. Mən əmin deyiləm ki, real həyatda onlar həqiqətən peşəkarlardan daha şanslı olurlar. Diqqətlə mənə baxdı və birdən yenə güldü. Bəs sizin meşədə nə işiniz var, Vikar? Etiraf edirəm ki, qızardım. Yəqin ki, mənim kimi and içə bilərəm. Bizim ağlımıza eyni fikir gəlib, elə deyilmi? Qatil sizin iş otağınızda necə girib? Birinci yol xiyaban boyu və bağçanın qapısından keçir. İkinci yol ön qapıdan keçir. Üçüncü yol var, hə? Mən qərara gəldim ki, bağçanızın divarının yanında izlərin və ya qırıq çolların olub-olmadığını araşdırım. Mənim də ağlıma belə bir fikir gəldi, deyə etiraf etdim. Ancaq mən bunu edə bilmədim, deyə Lawrence davam etdi. Düşündüm ki, əvvəlcə Miss Marple'ı görün və dünən axşam bizim emalatxanada olarkən kiminsə xiyabandan keçib-keçmədiyini öyrənmək istəyirəm. Başımı yox mənasında yellədim. O heç kimin keçmədiyini təkid edir. Bəli, heç kim. Onun heç kim hesab etdiyi kimlərsə. Bu dəli cəfəngiyat kimi səslənə bilər, amma demək istədiyimi başa düşürsünüz. Ola bilər ki, poçt işçisi, südçü və ya qəssab oğlu kimi biri,
Hansı ki varlığı o qədər də adidir. Bunu qeyd etməyə ehtiyac yoxdur. Chestertonu çox oxumusunuz deyəsən, dedim. Qeyd. Chesterton, Kilt Gilbert, İngilis yazıcısı və mütəfəkkiri, dedektiv Keşiş Brown ata haqqında silsilə hekayənin müəllifidir. Qeydin sonu. Lawrence bunu inkar etmədi. Səncə bu işdə nəsə var? Ola bilər, deyə razılaşdım. Biz birlikdə birbaşa Miss Marple'ın yanına getdik. O öz bağçasında işləyirdi və biz taxtadan çəkilmiş çəpərin alçaq hissəsindən keçərkən bizi çağırdı. Mən nə dedim? Lawrence pıçıldadı. O hər şeyi və hər kəsi görür. O bizi çox mehribanlıqla qarşıladı və Lawrence'ın ona təntənəli şəkildə təqdim etdiyi nəhəng daşdan çox razı qaldı. Siz çox düşüncəlisiniz, Mr. Redning. Qeyri-adi düşüncəlisiniz. Tərifdən ruhlanan Lawrence onu sorğu-suala tutmağa başladı. Miss Marple diqqətlə qulaq asdı. Bəli, nə demək istədiyinizi başa düşürəm və siz tamamilə haqlısınız. Belə insanları adətən xatırlamırlar və ya xatırlamaq üçün dəyərli hesab etmirlər. Amma sizə əmin edirəm ki, belə bir şey olmayıb, heç olmayıb. Əminsiniz, Miss Marple? Tamamilə əminəm. O axşam siz cığırla meşəyə gedən kimsəni görmüşdünüz? Soruşdum. Ya da meşədən çıxan? Bəli, çox insan. Həkim Stone'la Miss Crane bu yolla gedirdilər. Belə qazıntıya daha asan yolla getmək olur. Bu saat 2-dən sonra idi. Həkim Stone eyni yolla geri qayıtdı. Siz özünüz də bunu gördünüz, Mr. Redning. O sizin və Mrs. Pratero'nun yanına gəldi. Yeri gəlmişkən birdən yadıma düşdü. Atəş, sizin eşitdiyiniz Miss Marple. Cənab Redning və Mrs. Pratero da eşitmiş olmalıydılar. Mən Lawrence'a sual dolu nəzərlərlə baxdım. Bəli, qaşlarını çataraq dedi. Düşünürəm ki, mən hansısa atəş səsini eşitmişdim. Məncə 1 və ya 2 dəfə. Mən yalnız birini eşitdim, Miss Marple dedi. Mən fikir verəcək halda deyildim, ona görə də fikir vermədim, Lawrence dedi. Lənət olsun, əgər xatırlaya bilsəydim, belə bilsəydim, başa düşürsünüz, mən o qədər düşüncəli idim ki, O xəcalətlə sustu. Mən nəzakətlə boğazımı təmizlədim. Azca narahat olan Miss Marple nəzakətlə mövzunu dəyişdi. Müfəttiş Slack öyrənmək istəyirdi ki, mən atəşi Mr. Redning ilə Mrs. Pratero emalatxananı tərk etdikdən sonra, yoxsa ondan əvvəl eşitmişəm. Etiraf etməli oldum ki, bunu dəqiq deyə bilməyəcəm. Amma fikirləşirəm ki, və bu barədə daha çox fikirləşdikcə əminəm ki, tərk etdikdən sonra idi. Onda bu heç olmasa məşhur həkim Stone'u təmizə çıxarır. Lawrence dərindən ah çəkərək dedi. Baxmayaraq ki, onda yazıq Pratero'nun qətlində şübhələnmək üçün ən kiçik səbəb belə yox idi. Miss Marple həvəslə dedi. Mən həmişə düşünürdüm ki, hamıdan şübhələnmək daha ağıllı olardı. Çox yox, biraz. Mən həm də həmişə deyirəm, hər şeyi əvvəlcədən bilmək olmaz. Elə deyilmi? Miss Marple özünə sadiq idi. Lawrence'dən onun bu fikirlə bağlı razı olub olmadığını soruşdum. Heç nə deyə bilmərəm, lap öldürün. Başa düşürsünüz, bu sadəcə həmişə adət etdiyimiz səs idi. Mən deyərdim ki, biz hələ emalatxanada olanda səslənirdi. Divarlar onun səsini boğdu və biz ona əhəmiyyət vermədik. Mən özlüyümdə qeyd etdim ki, bunun boş divarlardan başqa səbəbləri də var idi. Annadan soruşacağam, Lawrence davam etdi. Onun yadında ola bilər. Yeri gəlmişkən, məncə daha bir izaha ehtiyacı olan başqa bir qəribə hadisə də var. St. Mary-Mead-dəki sirli qərib xanım, Lestrange, çərşənbə günü axşam yeməyindən sonra qoca Pratero'nun qonağı olub. Deyəsən, heç kim işin nə yerdə olduğunu bilmir. Qoca Pratero bu barədə nə həyat yoldaşına, nə də Leticia'ya deməyib. Bəlkə vikarımız bilir.
Miss Marple dedi. Bu qadın necə bildi ki, bu gün mən günortadan sonra Mrs. Lestrange'in yanına getmişəm? Bütün bunları necə öyrənir? Təsəvvür edə bilmirəm. Buna mistika demək olar, ya da nə? Bu sadəcə dəhşətdir. Başımı yelləyib heç nə bilmədiyimi dedim. Müfəttiş Slak nə düşünür? Miss Marple soruşdu. O, eşik ağasını qorxutmaq üçün əlindən gələni etdi. Amma eşik ağası deyəsən, bir o qədər də hər şeylə maraqlanan deyil və qapı ardından onları dinləməyib. Ona görə də heyflər olsun ki, heç nə bilmir. Mən belə düşünürəm ki, mütləq kimsə təsadüfən də olsa nəsə eşidib, Miss Marple dedi. Başa düşürsünüz, kimsə həmişə belə edir, elə deyilmi? Fikrimcə, Mr. Redning nəsə öyrənə bilər. Ancaq Mrs. Pratero'nun heç nədən xəbəri yoxdur. Mən Anna Pratero'nu demirəm, Miss Marple tez dedi. Mən qulluqçuları, qadın işçiləri nəzərdə tuturam. Onlar heç vaxt polisə ürəklərini açıb nəsə danışmazlar. Amma yaraşıqlı bir gəncə, üzr istəyirəm Mr. Redning, hələ haqsız yerə şübhələnərək həbsə atılan birinə. Şübhə etmirəm ki, onlar həmin sandığı açıb pambığı tökəcəklər. Elə bu gün gedib bəxtimi sınayacam, Lawrence həvəslə dedi. Fikri üçün təşəkkür edirəm, Miss Marple. Mən dərhal gedəcəm. Bizim vikarla birlikdə kiçik bir işimizi etdikdən sonra həmən gedəcəm. Mən də düşündüm ki, artıq bizim bəzi işləri etmək vaxtıdır. Miss Marple-la sağollaşıb Lawrence-lə yenidən meşəyə getdik. Biz ilk olaraq yolun sağında kiminsə açıq şəkildə iz qoyduğu yerə çatdıq. Lawrence bu izlə getdiyini və heç nə tapmadığını dedi. Amma əlavə də etdi ki, yenə də gedib yoxlamaq olar. Ola bilsin ki, nəyisə gözdən qaçırdı. O haqlı çıxdı. 10-12 metrdən sonra nə qırıq budaqlar var idi, nə də qırılıb yerə tökülmüş yarpaqlar. Məhz elə bu yolla Lawrence daha əvvəl gedərək mənimlə qarşılaşmışdı. Yenidən yola çıxdıq və kolların biraz yastılaşmış, demək olar ki, gözə görünməyən yerinə çatdıq. Bu dəfə iz daha maraqlı idi. O fırlanıb mənim bağımın divarına doğru gedirdi. Nəhayət biz divara, kolların ona daha sıx olduğu yerə gəldik. Divar hündür idi. Üst tərəfində isə çox şübhəli, bəzək, sınmış şüşə parçaları ilə bəzəyirdi. Əgər kimsə divara nərdivan qoysaydı, mütləq izlər təkcə yerdə deyil, həm də yuxarıda qalardı. Biz yavaş-yavaş divar boyu irələdik ki, sınmış budağın şaqqıltısını eşitdik. Qalın çalıların arası ilə özümə yol açaraq tələsik irələdim və müfəttiş Slakla üz-üzə gəldim. Deməli sizsiniz, dedi. Mr. Redninglə birlikdə. Mən soruşa bilərəm, cənablar, sizin burada nə işiniz var? Biz biraz çaşqın qaldıq və hər şeyi etiraf etdik. Belə deyin, müfəttiş kinayə ilə dedi. Biz çoxlarının düşündüyü kimi axmaq deyilik. Mənim də ağlıma eyni fikir gəlmişdi. Bir saatdan artıqdır ki, buradayam. Mənim fikrimi bilmək istəyirsiniz? Bəli, deyə qısaca cavab verdim. Polkovnik Pratero kim öldürübsə, buradan gizlincə girməyib. Nə bu tərəfdən, nə də o biri tərəfdən heç bir iz filan yoxdur. Polkovnik Prateronu kim öldürübsə, içəri ön qapıdan girib. Başqa yolu yoxdur. Mümkün deyil, mən həyəcanla dedim. Niyə də olmasın? Qapınız həmişə açıqdır. Kim istəsə içəri girə bilərdi. Mətbəxdən heç nə görünmürdü. Onlar bilirdilər ki, sizi yoldan çəkiblər. Bilirdilər ki, Mrs. Clement Londondadır. Bilirdilər ki, cənab Deniz tenis oynamağa gedib. Bu iki vurmaq iki kimi asandır. Kəndi dolaşmağa da ehtiyac yoxdur. Sizin bağın qapısının önündən keçən yolu keçərək elə bu meşəyə ilə girib istədiyiniz yerdən çıxmaq olar. Əlbəttə, əgər həmin an Mrs. Price Ridley qapısından çıxmasa. Çəpərlərə də dırmaşmağa gərək yoxdur. Xüsusən də Mrs. Price Ridley'nin evinin yuxarı pəncərələrindən demək olar ki, bütün divarlar görünür. Siz mənə inanın, hər şey elə mən deyən kimidir. Başqa cür ola bilməz.
razılaşmalı oldum. Görünür, o haqlı idi. Fəsil 17. Ertəsi gün səhər müfəttiş Slak məni görməyə gəldi. Düşünürəm ki, o nəhayət qəzəmini mərhəmətə çevirmişdi. Ola bilsin ki, zamanla o hətta saatla bağlı hekayəni də unudacaqdı. Ser, bilirsiniz, deyə o salam vermədən sözə başladı. Sizə edilən zəngin mənbəyini tapdım. Siz nə deyirsiniz? Mən tez sual verdim. Əsrarəngiz zəng. Köhnə malikanənin şimal qapısının yanındakı gözətçinin evindən edilmişdi. Amma ev indi bomboşdur. Köhnə gözətçi təqaüdə çıxıb. Yenisi isə hələ köçməyib. Rahat, sakit yerdir. Arxa pəncərəsi açıq idi. Telefonun özündə isə heç bir barmaq izi yoxdur. Tərtəmiz silinib. Bu şübhə doğurur. Nə demək istəyirsiniz? Demək istəyirəm ki, sizi evdən uzaqlaşdırmaq üçün qəsdən zəng ediblər. Belə nəticəyə gəlmək olar ki, qətl əvvəlcədən planlaşdırılıb. Bu sadəcə axmaq oyun olsaydı, heç kim barmaq izini silməzdi. Bəli, bu məntiqlidir. Bundan da belə bir nəticəyə gəlmək olar ki, qatil köhnə malikanəyə və onun ətrafına yaxşı bələd idi. Sizə zəng vuran Mrs. Pratero deyildi. Mən o gün üçün onun bütün marşrutunu son dəqiqəyə kimi öyrənmişəm. 6 nəfər xidmətçi and içir ki, o 6-nın yarısına qədər evdə olub. Sürücü maşını gətirib və polkovniklə birlikdə kəndə aparıb. Polkovnik atlarla bağlı baytar Qvintonun yanına gedib. Mrs. Pratero balqabaq və balıq satıcısından bir neçə şey sifariş edib və Mrs. Marple'ın onu gördüyü xiyabana gedib. Bütün dükançılar onun üzərində əl çantasının belə olmadığı ilə razılaşırlar. Yaşlı qadın düz deyirdi. Həmişəki kimi. Təvəzzökarlıqla dedim. Miss Pratero isə 17:30-da Maçbenamda idi. Tamamilə doğrudur, dedim. Qardaşım oğlu da orada idi. Deməli, onunla hər şey yaxşıdır. Xidmətçilər də şübhədən kənardırlar. Əlbəttə ki, onlar həyəcanlanır və qorxurlar. Amma onlardan başqa nə gözləmək olar ki, elə deyilmi? Təbii ki, eşik ağasından da göz çəkən deyiləm. Birdən o çıxıb getmək istəsə və ümumiyyətlə mənə elə gəlir ki, o heç nə etməyib və heç nə bilmir. Mənə elə gəlir ki, sizin işiniz əsasən mənfi nəticələr verib, müfəttiş. Bunu demək çətindir, ser. Bir maraqlı təfərrüat üzə çıxdı və tamamilə gözlənilmədən mən sizə deyim. Bəli, qonşunuz Mrs. Ridley'nin dünən səhər tezdən göstərdiyi səhnəni xatırlayırsınızmı? Telefon zəngi ilə bağlı. Bəli, dedim. Onu sakitləşdirmək üçün zəngi izlədik və onun haradan gəldiyini heç vaxt təxmin etməyəcəksiniz. Danışıq məntəqəsində mən təxmin etdim. Xeyr, Mr. Clement, ona Mr. Lawrence Ridling'in kotecindən zəng edilib. Nə? Heyrətdən içimi çəkdim. Maraqlıdır, elə deyilmi? Mr. Ridling'in özünün bununla heç bir əlaqəsi yoxdur. Həmin vaxt o, həkim Stone'la mavi qabana bütün kəndin gözü qabağında gedirdi. Belə bir fakt. Fikirləşməyə vadar edir, elə deyilmi? Kimsə boş kottecə girir və zəngi edir. Kim ola bilər? Eyni gündə 2 şübhəli telefon zəngi. Fikrimcə aralarında bir əlaqə olmalıdır. Yer yarılsa yerə girərəm ki, bu eyni adamdır. Bəs, nə məqsədlə? Bizim işimiz bunu öyrənməkdir. İkinci zəng kifayət qədər mənasız görünür, amma yenə də. Əlaqəni görürsünüzmü? Mr. Redling'in kottecindən zəng edirlər. Mr. Redling'in silahı. Hər şey sanki məqsədli şəkildə Mr. Redling'ə işarə edir. İlk zəng onun evindən edilsəydi, daha məntiqli olardı. Mən etiraz etdim. Aha, amma mən bu barədə çox fikirləşmişəm. Mr. Redling demək olar ki, hər gün nə edir? Köhnə malikanəyə gedib, Miss Pratero'nun rəsmini çəkir, o kottecidən motosikletinə minib şimal qapısından keçirdi.
İndi görürsünüz niyə oradan zəng vurublar? Qatil bilmirdi ki, Mr. Denny daha köhnə malikanəyə getmir. Mən müfəttişin arqumentlərini beynimdə yerləşdirməyə çalışaraq bir qədər düşündüm. Onlar mənə olduqca məntiqli görünürdü. Nəticələri isə mübahisə belə yaratmırdı. Mr. Redningen, telefon dəstəyində barmaq izləri varmı? Deyə soruşdum. Yoxdur, müfəttiş qıcıqla cavab verdi. Evi yığışdıran o lənətə gəlmiş qulluqçu artıq tozla birlikdə hər şeyi silib süpürüb. Azca susub davam etdi. Getdikcə əsəbləşirdi. Qoca axmaq, ondan nə gözləmək olar? O sonuncu dəfə tapançanı nə vaxt gördüyünü xatırlamır. Bilmir hardadır, görüb. Ola bilsin ki, qətl baş verən günü səhər o orada olub. Ola bilsin də ki, olmayıb. O ancaq bunu deyir. Bilmirəm, vallah bilmirəm. Onların hamısı eynidir. Həkim Stone'la da daha çox forma xatirinə danışdım, deyə o davam etdi. O, bacardığı qədər nəzakətli idi. O, Miss Kremlə birlikdə qalxmağa və qazıntıya, heç necə adlanırsa ora getdilər. Və təxminən 3-ün yarısından demək olar ki, günün sonuna qədər orada olublar. Əvvəl həkim Stone tək qayıdıb, daha sonra isə Miss Krem qayıdıb. O, güllə səsini eşitmədiyini deyir, amma diqqətsizliyindən şikayətlənirdi. Amma bütün bunlar bizim qənaətimizi təsdiqləyir. İşin lap azı qalıb, dedim. Siz qatili tutmalısınız. Müfəttiş yenə davam etdi. Siz telefonda qadın səsi eşitmisiniz. Mrs. Price Ridley də qadın səsini eşitmiş ola bilər. Zəng çaldıqdan dərhal sonra atəş açılmasaydı, hara baxacağımı bilərdim. Hara? Bunu sizə deməyəcəyəm, sir. Belə daha yaxşıdır. Mən ən kiçik vicdan əzabı belə çəkmədən, ona bir qədər köhnə portveyin içməyi təklif etdim. Qeyd, portveyin, Portuqaliyanın Douro bölgəsində istehsal olunan gücləndirilmiş desert şərabıdır. Qeydin sonu. Mən də həmişə ehtiyatda əla keyfiyyətli portveyin olurdu. Səhər saat 11-də portveyin içmək adət deyildi. Amma düşündüm ki, müfəttiş Slak üçün bunun əhəmiyyəti yoxdur. Əlbəttə ki, bu üzüm portveyinə münasibətdə əsl hörmətsizlik, barbarlıq idi. Lakin indiki zamanda seçicilik etməyə vaxt yox idi. İkinci qədəhi də vurduqdan sonra müfəttiş Slak əriyib ağzının açarını itirdi. Axı bu gözəl şərab idi. Mən sizə güvənmədiyimdən deyil bu, sir, izah etdi. Ağzınızdan söz qaçırmayacağınıza əmin ola bilərəmmi? Bütün kilsə ziyarətçilərinə bu barədə danışmayacaqsınız. Mən ona təntənəli söz verdim. Madam ki, hər şey sizin evinizdə olub, bilməlisiniz, elə deyilmi? Mən sizinlə tamamilə razıyam, dedim. Deməli, sir, qətildən bir gün əvvəl polkovnik Pratero'nun qonağı olan xanım haqqında nə deyə bilərsiniz? Mrs. Lestrange gözlənilmədən ağzımdan qaçdı. O qədər təəccübləndim ki, səsimi mülayimləşdirə bilmədim. Müfəttiş mənə məzəmmətlə baxdı. Sakit olun, sir. Bəli, həmin Mrs. Lestrange. Mən uzun müddətdir ki, ona göz qoyuram. Xatırlayırsınız, sizə deyim, qəsb, şantaj. Bu çətin ki, qətlin motivi olsun. Qızıl yumurta yumurtalayan toyuğu öldürmək axmaqlıqdır. Mən tək sizin fəaliyyətinizi nəzərə alaraq danışıram. Şəxsən mən bir an belə düşünmürəm. Müfəttiş mənə çox sərbəst halda göz vurdu. Aha, cənablar həmişə onun qalxan kimi müdafiə edirlər. Siz isə indi qulaq asın, sir. Tutaq ki, o keçmişdə müntəzəm olaraq qoca cənabdan pul qoparırdı. Bir neçə ildən sonra o yenə də onun izinə düşür və köhnə işi yadına düşür. Ancaq bu illər ərzində bir şey dəyişib. İndi qanun başqadır. Bütün üstünlük qəsbçinin məhkəməyə verənlərə verilir.
Adlarını çapdan görünməyəcəyə zəmanət verilir. Tutaq ki, Protero əsəbləşir və onu məhkəməyə verəcəyini deyir. O anlayır ki, çətinliyə düşdü. İndi qəsbə görə heç bir mərhəmət yoxdur. Zülm yerdə qalmaz. Onda canını qurtarmaqdan başqa çarəsi yox idi. Həm də tez bir zamanda. Mən sustum. Etiraf etməli oldum ki, müfəttişin irəli sürdüyü fərziyyə kifayət qədər məqbuldur. Fikrimcə yalnız bir şey bunu tamamilə qəbul edilməz edirdi. Mrs. Lestrange'in şəxsi keyfiyyətləri. Mən sizinlə razılaşa bilmərəm, müfəttiş, dedim. Mən düşünürəm ki, Mrs. Lestrange qəsblə məşğul ola bilməz. Bu köhnə fikirli kimi səslənsə də, o əsl xanımdır. O mənə açıq-aşkar təəssüf hissi ilə baxdı. Yaxşı, ser, o yumuşaq bir şəkildə dedi. Ruhanisiniz. Dünyada nə baş verdiyindən xəbəriniz yoxdur. Əsl xanım, siz lap dediniz. Əgər siz həm yerlilərinizin haqqında mənim bildiklərimi bilsəydiniz, heyrətdən ağzınız açıq qalardı. Mən sosial statusdan danışmıram. Mən hətta etiraf etməyə hazıram ki, Mrs. Lestrange sadəcən deyil, amma mən bunu demirəm. Şəxsi incəlikdən, nəciblikdən danışıram. Siz ona başqa gözlə baxırsınız, ser. Mənsə başqa. Təbii ki, mən də kişiyəm, amma həm də polisəm. Şəxsi zərifliklə etdiyi bütün hilələr mənimlə keçməyəcək. Sizin bu xanım, ser, elə adamdır ki, qabırğalarınızın arasına bıçaq soxsa, gözüm belə qırpmayacaq. Qəribə idi, amma mənim üçün Mrs. Lestrange qəsbçi kimi təsəvvür etməkdənsə, qatil kimi təsəvvür etmək daha asan idi. Amma təbii ki, o həm zəhlətökən qonşusuna zəng edib, həm də polkovnik Proteronu öldürə bilməzdi. Müfəttiş davam etdi. Bunu deyərək müfəttiş qəfildən öz buduna şillə vurdu. Aydındır, həyəcanla ucadan dedi. Telefon danışığının səbəbi budur. Bu alibi belə deyək. O bilirdi ki, biz birinci ilə əlaqələndirəcəyik. Yox, mən bunu belə saxlamayacağam. Ola bilsin ki, o hansısa kənd oğlanına onun üçün zəng etməyə rüşvət verib. Oğlan isə heç təxmin belə etməyib ki, qatilə kömək edir. Müfəttiş tez ayağa qalxıb, iti addımlarla otağı tərk etdi. Mrs. Marple səni görmək istəyir, deyə Griselda otağa baxaraq dedi. O tamamilə oxunmaz bir qeyd göndərib. Hörümçək toru kimi hərflərlə üstündən xətlər çəkilmiş sözləri. Heç doğru düzgün oxuya bilmədim. Görünür o evdən tez çıxa bilmir. Tez qaç, get gör nə baş verir. Mən özüm səninlə gedərdim, amma yaşlı xanımlarımız tezliklə burada olacaqlar. Mən yaşlı xanımları dözə bilmirəm. Həmişə ayaqlarının ağrımasından şikayətlənirlər. Hələ üstəlik gözlərimə də soxmağa çalışırlar. Şanslıyıq ki, istintağı bu günə planlaşdırıblar. Gənclər klubunda keçiriləcək kriket oyununa baxmaq məcburiyyətində olmayacaq. Qeyd. Kriket, beyzbol və rus laptasına bənzər oval formalı ot sahəsində top və çomaqla oynanan komanda idman növüdür. Qeydin sonu. Bu təcili çağırışın mümkün səbəblərini ağlımda çək-çevik edərək Miss Marple'ın yanına getdim. Miss Marple məni böyük həyəcan içində qarşıladı. Mən hətta bunu təlaş, panika olduğunu deyə bilərdim. O pörtmüş halda fikirlərini qarmaqarışıq şəkildə izah etməyə çalışdı. Qardaşım oğlu, doğma qardaşım oğlu Raymond West, ədəbiyyat adamı. O bu gün gəlir. Belə gözlənilməz. Mən gərək hər şeyi özüm edəm. Qulluqçu döşəyi necə lazımdır döyə bilər. Üstəlik mən nahar üçün ətli bir şey bişirməliyəm. Cənablara mütləq ət yemək lazımdır. Elə deyilmi? Bəli, bir də içki. Evdə mütləq içki və siqaret lazımdır. Sizə kömək etmək üçün edə biləcəyim bir şey varsa, dedim. Necə mehribansınız. Mən nəzərdə tutmurdum. Açığı, hələ vaxt var.
O özü ilə tütünü və trubkasını gətirəcək. Bu sevindiricidir, etiraf edirəm. Sevindim, çünki ona hansı siqareti alacağımı təxmin etməli idim. Digər tərəfdən qoxunun hər tərəfə, pərdələrə yayılması çox üzücüdür. Təbii ki, mən hər səhər pəncərələri açıb onları silkələyəcəyəm. Raymond çox gec oyanır. Məncə bütün yazıçılar belədir. O çox ağıllı kitablar yazır. Baxmayaraq ki, insanların onun kitablarındakı qədər rəğbətsiz olduğunu düşünmürəm. Ağıllı gənclər həyat haqqında çox az şey bilirlər, elə deyilmi? O gələndən sonra bizimlə nahar etmək istərdiniz? Deyə mən hələ də bura niyə çağırıldığımı düşünərək soruşdum. Xeyr, təşəkkür edirəm, deyə Miss Marple cavab verdi. Siz çox mehribansınız. Siz məni görmək istəyirdiniz. Nəhayət dözə bilmədim. Əlbəttə, bəli. O qədər həyəcanlandım ki, hər şey başımdan uçdu. Birdən qapıya tərəf qaçıb qulluqçunu səslədi. Emily, o yataq dəstini yox, fırfıralı və oymalı olanları. Onları atəşə bu qədər yaxın tutmayın, yanar. Qapını bağladı və mənə tərəf döndü. Dünən gecə maraqlı bir şey oldu. Nəhayət izah etməyə başladı. Düşündüm ki, bu barədə bilmək istəyə bilərsiniz, baxmayaraq ki, o zaman heç nə başa düşmədim. Dünən gecə yata bilmirdim. Bu kədərli hadisəni düşünürdüm. Ayağa qalxıb pəncərədən bayıra baxdım. Sizcə nə gördüm? Sual dolu baxışlarla ona baxdım. Gladys Graham, Miss Marple çox ciddi şəkildə dedi. Təsəvvür edirsiniz, o çamadanla meşəyə girdi. Çamadanla? Belə bir şey harada görünüb? O nə məqsədlə gecə yarısı çamadanla meşəyə gedə bilərdi? Başa düşürsünüz, mən bunun qətillə əlaqəli olduğunu söyləmək istəmirəm, amma bu qəribə bir şeydir. İndi hamımız bilirik ki, qəribə hallara diqqət yetirmək bizim borcumuzdur. Bu inanılmazdır, dedim. Bəlkə o qazıntıda gecələmək qərarına gəlib, ola bilməz? Xeyr, o orada gecələmək fikrində deyildi. Miss Marple qətiyyətlə dedi. Çünki o tezliklə geri qayıtdı və çamadan əlində yox idi.